eləsən nəsə olacaq? Allah. Ərimə gic-gic suallar verirəm. Mənim səninlə danışmağım daha yaxşıdır, yoxsa sakit durmağım? Sakit durmağım. Niyə? Çünki gün ərzində insanların içindəyəm, mənim başıma belə sakitlik lazım olur. Onsuz danışmağa vaxt tapırıq. İkinci suala keçirəm. Məndə ən çox səni nə əsəbləşdirir? Heç nə. Şurava ideyası. Dəqiq. 100%. Yaxşı. Kameralar oynamırsan da qətiyə. Kamera var, kamera zad yoxdur. Dəqiq olsun. 100%. Bəs yaxşı, sən məndən nə öyrənmək istəyirsən, amma onu soruşmağa çəkinirsən. Başında nə var? Necə Nə yəni? fikirləşirsən? Nə hardan qərarlar qəbul edirsən? O emotsiya hardan gəlir? Onu hələ biz də bilmirik. Onu elə alimlər tapa bilməyib, amma onu mən istəyirəm. Çünki birdən desə ki, hər şey qaydasında gedir də, hə, çəkilişdə gedir, suallar gedir. Qəlbə eləsən nəsə olacaq? Allah. Allah. Belə olur da, belə olur da. Yaxşı. Əgər mamam mənə qarşı olsaydı, istəməsəydi, mən nə edərdim? Mama sənin qarşında nəsə olsun, gördüyü gündən qızım deyir, bizi yaddan çıxardı. Oğlanları qalıb qıraqda ana gəlinlə vaxt keçirdir. O yatdı onun önünə sana. Çünki gəlin ona daha çox övladlıq edir ona görə. Buradan bütün analara eşq olsun. Anne! Anne! Analar. Və sonuncu sualımı vermək istəyirəm. 1 milyon dollar versələr, məni öldürərdinmi? 1 milyon dollara yox, 100 milyon dollar öldürmə. Sənsiz mən nə edərəm? Sənsiz bir həyat. Bu kameralara oynayır. Bu kameralara oynayır. Sağ olun. Bir həyat ola bilməz.